Salam. Diş həkimine gedirik. Keçən həftə bir dişimi bitirdik. Bu həftədən də o birisi dişim üçün gedirik. Keçən həftə getdiyim diş ağrıdan dişim idi. Ağrıyırdı. Həkim indi bugün gedəcəyim, müalicəsinə gedəcəyim dişi üçün isə dedi ki, xəstədir, bu ikisi də müalicə olmalıdır, yoxsa biraz keçdi, pisləşəcək. İndi birinci dəfədir ki, mənim dişim heç ağramadan həkimə gedirəm. Çünki mən qorxuram diş həkimindən. Həmişə məni divara yeridib, sonra gedirmişəm həkimə. İndi birinci dəfədir ki, ağramadan gedirəm. Dedi, xəstədir, mütləq onlar da elə onun bu dişinin gününə qalacaq, mütləq gəl. Ona görə gedirəm. Görək sonra hara gedəcək, neynəyəcək. Siz də mənə başqa açıq ilə görərmişsiniz. Gəzməklərə falan gedəndə. Bu da yüngül açıqimdir, amma o birisi qədər deyil. Bunu da taxıram. Arada belə gəzməklərə gedəndə açıq dəyişir. Belə. Görək indi necə olur. Şuşanın azad olmasından bir gün sonra 70'ten çok yaşayış məntəqəsi də işğaldan azad edildi. Düşmən diz çöktürüldü. Onun kapitol... Норик, иди сюда. Устал уже? Şimdi ben dünyama giririk. Kitap yerine. En sevdiğim yer. Çok severim kitapları. Sevdiğim dünya edebiyatı, en sevdiğim dünya edebiyatları ne var ki çoxunu okumuşam. Burada da klasiklərdir. Roman, novelalar. Oğlum da özüne ait yerlere bakır. Что-то понравилось? Это какой? Ne istiyorsunuz var? Her şey var burada. Uşaqlara ait oyuncaqlar. Burada da Rusça var. Kızımı da Rus edebiyatı maraqlandı. Ruski yazıcı olduğu için Rusça yazılan dünya edebiyatı maraqlandırır. İkisini de, her ikisini de. Çantalar da var. Арвор. Что это? Это игрушка. Ой. Интересно, да? Экопластик я. Что? Экопластик. Да? Покажи. Вот еще. Это рыба? Да. Тоже покажи. Интересно. Так переливаю. Kızlarımın bakları. Это что? Слайм? Где? Потрогай. О, да, интересно. Вот
uşaqlar üçün şeylər var. Həm oğlanlar üçün, həm qız uşaqlar üçün. Bilmirəm, səsdən eşidirsiniz məni yoxsa yox. Статистика, литература. Много хороших книг есть. Летний каникулlar uşaqlar üçün almaq lazımdır ki, oxusunlar. Telefondan uzaq tutmaq üçün. Burada da düzdür, bunlar biraz aşağı siniflər üçündür, amma aşağı sinif valideynləri də belə şeylər ala bilərlər. Yay kanikulları, yay tətillərində uşaqlar telefondan uzaq tutmaq üçün, rəngləmək üçün şeylər də var, hər şey var. Görün nə qədər şey var. Dirjet ha. Qəşəng kitablardır. Uşaqlar üçün çox yaxşı. Görün nə qədər bu boyut var. Bu bir çoxdur. Baxın, maraqlı nağıl kitabları. Biz uşaq vaxtda belə kitablardan papamalardı, biz oxuyardıq. Bizim yayımız belə keçərdi. Həyətdə oynayardıq, ağaclara dırmaşardım. Mən qız uşağı idim, ağaclara dırmaşardım. Baxın, mahalar baxır. Böyü də var bunların. Yəqin ki, batareya yayınlandı da, hə? İquşqalardır, oyuncaqlar. Mən oyuncaqlara pul verməyi heç vaxt sevmirəm. Düşündürücü oyuncaqlar olsa, hə? Bu tamamilə ticari olaraq açılmış, istehsal olunmuş ağılsız insanlar üçündür. Это все, если вы хотите написать, например, свое мнение, напишите. У моей мамы это ее мнение. Да. Данный автор не хотел никого оскорбить. Əlbəttə ki, amma ki, mənə elə gəlir ki, bu mənim şəxsi fikrimdir. Lazımsız şeydir, çox lazım. Çünki heç bir işə yaramayan bir şeyi mən heç vaxt sevməmişəm. Mütləq onun bir mənası olmalıdır. Yəni bir oyuncaq da olsa, mən həmişə sevirəm ki, bir oyuncaq da olsa, o uşağı düşündürsün. Uşağı düşündürən oyuncaq olsun, uşaq onunla məşğul olsun, beyin işlətsin, beyin işlədən oyuncaqlar olsun. Yoxsa ki, mənasız, sumkadan, çantadan aslamağa, nə bilim nəyə, çox mənasız şeylərdir. Onlar ticari məqsədli olan, ticarət məqsədli olan, daha düşüncəsiz insanlar üçün. Sevənlər ola bilər, amma sevənlərə istənənlər əsəbləşir, sevənlər də, amma mənim şəxsi fikrimdir. Это что такое, Денис? Это мольберт. Палитра? Мольберт. Это чтобы смешать краски. Да. Я знаю, я покажу. Это в супермаркете. Смотрите, что это. Стик. Не, в меню. А нет. Какие роки. Она длинная, большая. Bax qiymətlərinə. Yoxdur. Самая знаешь? Как самая Ты смотрела так? Нет, я не мыслю. Çıxdıq buradan. Mən buradakı oxumadığım kitablardan tapmışdım keçən dəfə. Almışdım. Açıqımı gözləyirdim ki, eynəyim hazır olsun. Hazırdır. Başlayacağım oxumağa. İndi məktəb başlayır. Mənim başım çox qarışıq olur deyə çox əziyyət çəkirəm. Vaxt tapa bilmirəm oxumağa. İnşallah onları oxuyacağım. Qalanları isə oxuduğum kitablardır, yəni ədəbiyyatdan söhbət gedir. Bu Mium yaxşıdır əslində, təzə açılıb Gənclik Molda. Bütün markalardan, bütün markaların qarışığıdır var burada.
istədiyiniz, bəyəndiyiniz marka tərəfə keçirsiniz. Baxırsınız, çox yaxşıdır. Məndənsə buraları görün. Hətta ətirlər də var. Keçəndə gedib bunları çəkin. Karacadam. Bütün ölçülər fikir vermişsinizsə, indi əksər ölçülər balaca ölçülərdir. Siz bunlardan qorxursunuz. Mənim qorxum var bunlara qarşı. Çox qorxuram bunlardan mən. Düdüklü təncərə ilə bu cürəsi də var. Qranitdə qalanı, Karacada. Amma mən ölsəm almaram bunlardan, almağı da düşünmürəm. Bu biraz iki ölçüdür. Şükür birden böyle taptık. Oo, burada da var böyle. Oho. Çörek kabları. Daha üstten de burada. Mən qorxuram da işletmeye. İndi də çoxu evdə qonaq qəbul eləmir, restoranlara gedirlər deyə gündəlik işlətmə üçün qazanlar daha çox olur. Bəzi seriyalarında böyük modeli olur. Mənə gəlir, cavanlar ya tənbəldirlər, ya da ki evdə qonaq qəbul eləmirlər, amma restorana gedir deyə. Ona görə də kofe aparatları da var. Ona görə hər seriyada, hər model seriyalarında böyük şeylər olmur. Böyük qazanlar, böyük tavalar olmur. İnteres. Bu tarafa çevirirsən adam üzüdür, hə? Sen-таки. Bəs düz üz tutanda Без orada поворота. tərsinə, hə? Там же с лебедем есть. Da. Смотри, лебедь. Şey, Лебедина. mikserlər baxın. Böyle bundan da. Bunun bir tanesi. Beləsi sevmirəm. Mən o ekranda Siemenslər nə olur? O kofe. Burada ekran olur, latte falan filan. Когда burada bundan Süper. Это супер. это каспер. Да, это супер. Süper. Burada da bunun üstünde de bak, içinde de şey var. İçinde de bankası var. Мам, смотри. Это вообще классно. Да, да, классно. Супер. Сломаешь. Да, не трогай. Вообще этот узор был придуман Смотри, там Dior'un. тарелки есть. Bunlar da güzeldi. Orada prozraçlı. Renksiz, burada da renkliler var. Güzeldi. Если мне это не купишь для виски, я на тебя разозлюсь. Да. Какой мне не нравится, мне не надо. Мне тоже не nравится. Ama bunlar bak qəşəngdir. Nuriye. Это супер. Ben çok beğendim. Ne güzeldi. Bunlar da yaxşıdır. Ama en beğendiğim mənim servizim belə rəngli güllərləndir. Çox bəyənirəm. Gül ağacı servizimə oxşayır. Çox bahalı gül ağacı servizləri var. Satsam bir dəstini 4 otaqlı ev almaq olar. Bax, onlar oxşayır. Təbii ona çatmaz, amma onlar oxşayır. Мне очень nравится. Da, Очень, очень heç нравится. xoşum gəlmədi mənim, heç xoşum gəlmədi. О, боже. И еще такие Zövqlər, тарелки. zövqlər müxtəlifdir. Babuşka düşməyəcək. Это для того, чтобы готовить Peçka пироги. içində, hə, О, peçkalar это üçün. для Асмер. Барби. Тебе на день рождения надо было такой дарить. Да. Я не люблю. Сколько стоит? Так сильно не Сколько? покупала. Сейчас узнаем. Стича надо Может, большой 25. Можно стича. Bahadır da. Да, потому что Барби. Это Барби. Barbi-də də. Olmaz o Barbi-dən. Zəhmən Маленький Barbi-dən gedir. 21. Это 20. Запоминай. Такое. Вообще такое. 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 Такое тоже можно, но не
Не категорично. Что? Так, в общем, это все можешь покупать. Это вообще для этого, чтобы готовить коктейли. Мне Алкогольные. понравился вот этот цвет. Это Это чтобы мешать. Вот это, чтобы мешать, разрыхлить лед, который Да. кидается сюда. işıqlar Вот vurublar. это очень классно. Из всех, что здесь Bax есть. deyirsən они- klassın etə da. Сейчас- Amma bax bunu təmizləmək, bunu yuyanda bunu Я же не буду içinə- мыть. Я не буду мыть. Кто сказал, что я буду мыть? Tutaq ki də bir də gördün. Не-не-не, я не буду мыть. Мы живем в 21 веке. Я не буду мыть. Вот. Вот, убери. Вот. Это Bax классно. bunun içini də təmizləmək çox çətindir. Я Bax не буду мыть. görünüşü qəşəngdir, amma içini təmizlə. Bu daha rahatdır içini təmizləmək. Amma görünüşü, yəni ki, bunları nəzərə almaq lazımdır təmizləyəndə. Sən eləməsən də, sən təmizləməsən. Hastane saat. Дизель. Da. Это настоящая хрусталь? Да, это вот хрусталь. Кажется, такая конструкция. Здесь надо вот этот нижний ярус опустить, чтобы можно было повесить, да, белье. Просто поднимаешь и на ветру он сушится. Ну да. Sivil qablara baxın, möhtəşəmdir. Aha. Сервиз. Для сервиза. Идеально. Elə oxşayır, adam elə bilir ki, mıncıqlıdır. Он гладкий должен Да. быть. Он гладкий. Красиво. Еще золотой там. Такой же золотой. Da. Там золотисто. У, Росголд. Da. Siz Allah Saraya baxın, cəmaatın üzünü çəkməyim deyə. Baxın, qaynayır. Zaradan çıxdım, əli ver mənə Maya. Дай мне руку. Zaradan çıxdıq. Paşa, mən o qədər insan içində heç bir şeyə baxa bilmirəm. Sevmirəm ümumiyyətlə belə çox adam olanda, çox qarışıq olanda, heç xoşlamıram. Sıraya düzülürsən kassada, bir dənə bir şey alırsan kassaya, hardasa bir 40 dəqiqə sərf eləyirsən. Ən azı yarım saat. Bu qədər dəyərli vaxt. Nəyə görə itirilməlidir ki kassada? Bershkaya gəldik. Bershkada yaxşı şalvarlar olur, qəşəng şalvarlar olur. Bir də qiymətlər də çox uçub, həddindən artıq uçub. Baxın siz Allahın qiymətinə. Cins şalvar 95 manat. Ən zəhləm gedən tip cins şalvarlar. Ən xoşlamadıqlarım. Allahım. 109 manat. Oy. Bir də xoşlamadığım model daha. Xoşlamadığım model cins şalvarlar. Belə trapez. Volkun şalvarı deyirəm. Zayet Volkda Volkun şalvarı. Göstərmək istəyirəm. Daha belə. Trapez. Stradivarius. Nuri kızı için şey tapdım. Kol bağlar da bunlar, kol bağlar. Qiymətlərinə baxaq. 25 manat. Бахай. 29 manat. 29 manat. Bu uşaq skoşeri, bu 39 manatdır. Amma çox da ağırdır. Onu qolda necə daşımaq olar? Setlər də var. Yine bunların qiyməti neçədir? 39 manat. Estağfurullah. О, 30. Сколько? 39. 39. А это? Это Да. 29. 29. Хотя это должно стоить дорого. И фест. Да. А это 109. Это? Вот это Da. İşqalı. 29. Yenə də bahadır da. Mən bir sənə üçün evin açarı üçün istəyirdim. Это, мне это очень понравилось. 29 тоже. Əslində bunlar şey üçündür. Sumkadan zaten asamadır. Da. Mən isə şey üçün istəyirəm. Evin açarı Я üçün. нормально такого вышла. Buralarda da var aksesuarlar. Mənim də hövsələm çatmır. Xırda-xırda bunlara baxaq.
Pull and Bear. Şaftalı gelir. Da cinslərin üstündə qaş quş mən sevmirəm cinslərin üstündə. Çünki sportdur. Cinsin materialı sportdur. Bunu veçerinləşdirməyin heç bir mənası yoxdur. Gərəksiz çaba yəni. Mango daha sakitçilikdir. Amma mangoda da qiymətlər elə o qədər də absurddur. Yəni dəymir, o qiymətə dəymir. Əvvəllər 200 manata, 300 manata adam hardasa toyluq kofta falan alırdı, paltar alırdı. İndi gündəlik üçün geyinməyə bir paltar o qiymətədir. Bu da düzgün deyil. Nə bilim, bəlkə də inflyasiyaya görə bu qiymətədir, belədir, bilmirəm valla. Mangodayıq, Mango Zara'ya baxanda haradasa yenə az adam var. Mango Zara qədər karşa deyil. Amma qiymətlər elə Zara kimi uçub. İnanın nəyə əlimi vururamsa materialın keyfiyyətsizdir. Yəni materialın keyfiyyətsizləşdirib və qiyməti də absurd vəziyyətə qoyub. Material çox bərbaddır, baxın. Paltolara baxıram, bərbaddır. Bu paltar 115 manatdır, 115.99, yəni 116 manat. Amma materialın bir bilsəniz, baxanda adam xoşu gəlir. Bu da belə yumuşaq deyil yəni. Materialın keyfiyyətini evin yapıblar. Burada açkiləri mən haradasın 40 neçə manata zada görmüşdüm. İndi 60'dan yuxarıdır. Ən ucuzu 59 manat. 60'da yəni. Там var o. Ne var? Meymundur da meymun. Massimo İpək yoluna gedirəm. Maçkaya da baxdım. Massimo'da da payız şeyləri var. Massimo'nun geyimlərinin rəngi mən çox bəyənirəm. Mənim oğlum da kafelikdə oturmağa yer tapır həmişə. Bütün dükanlarda oturmağa yeri var oğlumun. Hər dükanda oğlum üçün yer, stul qoyurlar ki, otursun. Gəldi, oturdum. Güclə yer tapdım. O qədər adam var, güclə yer tapdım. Gəlib oturdu. Uşaqlar gediblər yeməyi zakaz verməyə. Cücələrim yiyir. Bu da böyük cücədir. Yiyib söküb təmizləyərəm. Мы поели, мы попили, мы довольны, Bəs indi nə edirik? отдыхаем, перевариваем. Kim gözləyirik? Папу, мы умираем. Ты умираешь, я живу. Мы доелись и умираем. Не умираем, Эго, не умираем, Нурик. Мы взрываемся. Взрываемся! О боже мой, почему взрываемся? Мы доелись. Ты наелся. Я соками напилась. Я переелся. Ты объелся. Переелся. Mənim dişimin şeyi açıldıqca ölürəm. İndi nə? Ağrıdır, yaman oldu. Aşkım, aşka. Что? Sen de düşler. Красавица моя. Сейчас я тоже буду снимать. Ayıp değil, sen de çek. Mama vlogunda, Deniz'in vlogu. Девочки, да, здрасте. Здрасте. Нурик, иди сюда. Где твой салон? Привет.
Он очень устала. Да? Я устала. Еще. Ağlıya baxın. Mən böyük ağıllımdır. Ana çok şükür gittim başına. Yorgunum çok. Не трогать бутылки, а бутылки сюда ставишь, и все готово закончилось.